bu torpağın qoxusunu duyanda, bu yurdun bir parçası olduğunu hiss edirsənsə, dövlət himnini eşidəndə damarlarından axan qan coşursa, gözlərin işıqlanırsa, üç rəngli bayrağımızı görəndə içində sonsuz fərəh hissi oyanırsa, vətən uğrunda canından keçən şəhidlərimizi yad edəndə boğazın düyünlənirsə, qələbə günü küçələrə çıxıb bu zəfəri sevinç gözyaşları ilə qeyd etmisənsə, döyüş xatirələrini dinləyəndə kaş mən də orada olaydım deyirsənsə, deməli, sən də bu formanı geyinməyə layiqsən. Sən qalib ölkənin vətəndaşısan, qalib ölkənin əskəri olmağa layiqsən. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.